Restavrasiyasına 10 milyon manata yaxın vəsait ayrılan Möminə xatun türbəsinin ətrafındayıq. Hazırda ailədə geniş miqyaslı bərpa işlərinin aparılması üçün hazırlıq işləri görülür. Qeyd edim ki, layihə çərçivəsində türbənin möhkəmləndirilməsi, çatların aradan qaldırılması, elementlərin bərpası həyata keçiriləcək. Eyni zamanda türbənin səthi təmizlənəcək. Üzərində olan tarixi yazılar və ornamentlər bərpa olunacaq. Həmçinin yağış sularının yaratdığı fəsadların qarşısını almaq məqsədi ilə vaxtilə qurulmuş drenaj sistemlərinin də yenidən qurulması nəzərdə tutulur. Lakin çəkiliş apardığımız zaman ərazi hasara alınsa da, hər hansı aktiv bərpa işlərinin aparıldığı müşahidə olunmadı. İşləri həyata keçirən Avstriyanın Atelier Erich Pummer GmbH şirkəti daha əvvəl Azərbaycanda bir sıra tarixi abidələrin bərpasında iştirak edib. Bunlara Qız qalası, Şirvanşahlar sarayı kompleksi, İçəri şəhərin qala divarları, Buxara və Multanı karvansarayları, həmçinin bir sıra məscid və digər tarixi tikililər daxildir. Qeyd edək ki, Möminə xatun türbəsi 12-ci əsrin sonlarında 1186-cı ildə tikilmişdir. Türbənin memarı və qurucusu kimi məşhur Azərbaycanlı memar Əcəmi Əbubəkiroğlu Naxçıvani tanınır. Möminə xatun türbəsi Atabəylər dövlətinin nüfuzlu xanımı, Atabəy Şəmsəddin Eldəgizin həyat yoldaşı və Cahan Pəhləvanın anası Möminə xatunun şərəfinə ucaldılmışdır.